Cəfər müəllim, cəmiyyətimizdə zaman-zaman rastlaşırıq. İnsanlar var ki, deyirlər ki, biz dua edirik, duamız qəbul olunmur, istəyirik, istəklərimiz yerinə yetmir. Niyə bəzən düşünürük ki, bizim dualarımız qəbul olmur? Dediyimiz kimi dua bütün mədəniyyətlərdə var, bütün insanların ehtiyacıdır. İstər dindar insanlar olsun, istər dindar olmayan insanlar olsun, dua eləyirlər. Və bəzən də duaları qəbul olmur. Və haqlı olaraq insanda sual yaranır. Demirik ki, bu haqlıdırlar insanlar, amma... Sualla bərabər ümidsizlik də yaranır insanlarda. Bir ümidsizlik adam hiss eləyir. Bəli, ümidsizlik yaranır və duaya qarşı sanki soyuqluq yaranır ki, dua edirəm, duam qəbul olmur və mən bunda bir fayda görə bilmirəm. Amma insan bu məsələdə biraz özündə də axtarış eləməlidir. Məsəl üçün, bəzi insanlar olur ki, rastlaşırıq, duaları qəbul olmayanda deyirlər ki, yəqin burada bir hikmət var. Yəqin burada Allahın bir istəyi var, məsləhəti var ki, duam qəbul olunmur. Təbii ki, bu məsələlər də var. Məsəl üçün, biz hədis şəriflərə baxanda görürük ki, insan dua elədikdə 3 cavabla qarşılaşa bilər. Ya dua eləyər, duası qəbul olar, bu bir. Ya dua eləyər, duası qəbul olmaz, çünki yaxşı dua eləməz və Allah ona yaxşısını verər. Ya da dua eləyər, duasının müqabilində Allah ona istədiyindən daha yaxşısını verər. Bu üçüncüdür. Amma məsələn biz deyə bilmərik ki, bütün insanlarda bu cür nədir. Çünki insan dua eləyəndə özündə əgər problem varsa, duanın şərtləri var. Duanın şərtlərini yerinə yetirmirsə, belə düşünməməlidir ki, burada Allahın bir məsləhəti var, mənim duam qəbul olunmur. Dua elədikdə öz əməllərinə də baxmalıdır ki, bəlkə elə mənim əməllərimdə də problem, məndə də nöqsan, mən dua eləməyi bacara bilmirəm. Çünki Allah Teala Quran-ı Kərimdə nə buyurur? Buyurur ki, dua elədiyiniz zaman mən sizin duanızı qəbul eləyirəm. Yəni çağırdığınız zaman çağırışınıza cavab verirəm. İnsan əgər düzgün çağıra bilmirsə, üslubu düzgün deyilsə və yaxud da çağırarkən halı düzgün halda deyilsə, onun təbii ki, ona cavab gəlməyəcək. Bu cür suallardan təbii ki, sahabələrdə, imamların dövründə də belə bir suallar olmuşdu. Bir nəfər duasının qəbul olmamasından şikayət eləyərək Həzrət Əli əleyhissalama yaxınlaşır və dua edir ki, Allah Teala buyurur ki, və daha doğrusu Həzrət Əli əleyhissalama deyir ki, Allah Teala Quran-ı Kərimdə buyurur ki, dua edin, duanızı qəbul edin. Amma mənim duam qəbul olmur. Mən dua edirəm, duam cavabsız qalır. Həzrət Əli əleyhissalam onun cavabında buyurur ki, qəlbiniz 8 şeyə xəyanət eləmişdir. Buna görə də duanız qəbul olunmur. O 8 şeyi Həzrət Əli əleyhissalam başlayır saymağa. Birincisi budur ki, siz Allahı tanısaz da onun haqqını ödəməmisiniz. Ona görə də Allahı tanımağınız sizə fayda vermir. Ola bilər bir insan Allahı tanısın, amma tanımağının bir faydası yoxdursa, yəni onun haqqını ödəmirsə, məsələn bir kəs ola bilər ki, yanından bir müəllimi keçir, hörmət elədiyi bir adam keçir, onu tanıdı, amma ona hörmət eləmədisə, ehtiramını göstərməzsə, onun tanımağının bir faydası yoxdur. Hətta bəlkə də tanımasaydı, üzürü saylardı ki, bağışla müəllim, mən səni tanıya bilməmişəm. Görmüşəm, amma tanıya bilməmişəm. Ona görə də Həzrət Əli əleyhissalam ilk olaraq deyir ki, Allahı tanısaz da onun haqqını ödəyə bilməmisiniz. İkincisi, siz Allahın Peyğəmbərinə iman gətirmişsiniz, lakin onun sünnəsinə qarşı çıxmışsınız. Bəs hanı sizin imanınızın nəticəsi? Çünki iman nəticə ilə ölçülən bir şeydir. Adamın əgər imanının nəticəsi yoxdursa, onun imanı şübhə altındadır. İman edibsə əməli də olmalıdır. İman edibsə, bəli, nəticə olaraq əməli də göz önündə olmalıdır. Ən azı nəticə olaraq bilinməlidir ki, özü də və yaxud da Rəbbinə göstərməlidir ki, mənim imanımın nəticəsi budur ki, mən Peyğəmbərin sünnəsinə, Allahın hökmlərinə əməl eləyirəm. Baxın, ilk öncə Allah Teala'dan danışır, Həzrət Əli əleyhissalam, sonra Peyğəmbərimizdən danışır, sonra isə Allahın kitabını deyir. Üçüncü olaraq Allahın kitabını qeyd edir ki, siz Allahın kitabını oxuyursunuz, lakin ona əməl etmirsiniz. Eşitdik, tabi olduq desəniz də ona qarşı çıxırsınız. Quran-ı Kərimə əməl eləmirsiniz. Sonra Həzrət Əli əleyhissalam əzab barəsində, qiyamət barəsində deyir ki, siz Allahın əzabından qorxduğunuzu deyirsiniz, amma davamlı olaraq əzaba yaxınlaşdıran işlər görürsünüz.
Yəni cəhənnəmdən qorxduğunuzu deyirsiniz, amma ondan da çəkinmirsiniz. çəkinmirsiniz. Sadəcə əməlləriniz sizi ona yaxınlaşdırır. Beşinci olaraq cənnəti misallara gətirir. Allahın mükafatını arzuladığınız halda davamlı olaraq bu mükafatdan uzaqlaşdıran işlər görürsünüz. Buna görə də dualarınız qəbul olunmur. Allahın nemətini yetsəz də onun şükrünü yerinə yetirmirsiniz. Buna görə duanız qəbul olunmur. Sizə şeytanla düşmən olmamağınız tapşırılıb. Siz də onunla düşmən olmadığınızı iddia edirsiniz. Amma əməldə şeytanla dostluq edirsiniz. Buna görə duanız qəbul olmur. 8-ci olaraq Hazreti Ali Aleyhisselam buyurur ki, siz cəmaatın eyiblərinizi qabartdığınız halda öz eyiblərinizi gizlədirsiniz. Özünüz dua qapılarını bağlamısınız. Duanızın qəbul olmasından necə ümid bəsləyirsiniz? Yəni dua qapısını bağlayan siz özünüzsünüz. Sonra da deyirik Allah bizim duamızı qəbul eləmir. Yəni insan dua qapını bağlayıb, hər şeyi bağlayıb üzərinə, sonra deyir ki, mənim duam niyə qəbul olmur? İnsan özünə qayıdır. İnsan düzgün yol tutmayıb, insan düzgün üslub tutmayıb, düzgün əməl sahibi olmadığına görə duası qəbul olmur. Həzrət Əleyhisselam davamında buyurur ki, təqvalı olun, əməllərinizi düzəldin, əmr bil məruf, yəni yaxşılığa əmr edin, nəhy ənil münkər, pisliklərdən çəkindirin. Bunları eləyin ki, dualarınız qəbul olsun. Yəni nəticə etibarıyla bunların hamısı bir yerə yığsaq, biz duanın qəbul olmaması çox bizə qayıdır. Bizim təqvasızlığımızdan, bizim əməl salih olmadığımıza görə biz dua qapılarını bağlayırıq. Ondan sonra sanki məsələn qışqırırıq, dua edirik, çağırırıq ki, kimsə cavab versin. Biz qapıları bağlamışıq. Qapılar da elə qapıdır ki, səs keçirməyən qapıdır. Ona görə bizim dualarımız bəzən qəbul olunmur. Cəfər müəllim, siz danışdıqca yadıma belə bir şey düşdü. Allah Taala bütün peyğəmbərlərə bir dua şansı verir, bir dua haqqı verir. Yəni o dua ediləndə qəbul olunur. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bu dua haqqını qiyamətə saxlayıb. Arzum odur ki, duam odur ki, qiyamət günü Sirat körpüsündə Allah Rəsulü o dua etdiyi zaman, ümməti üçün dua etdiyi zaman bizlər də o ümmətin sırasında olaq, o sıralarda olaq. Amin, amin inşallah. Biz Peyğəmbərimizin həyatına baxanda, Peyğəmbərimiz daim öz ümməti üçün narahatçılığını biz görürük. Hətta Peyğəmbərimiz Taifə gedərkən, təbliğ üçün gedərkən Peyğəmbərimizi çox incitdilər. Hətta Peyğəmbərimizə o qədər daş vurdular, əziyyət elədilər. Peyğəmbərimizin mübarək bədənindən qan gəldi və paltarın qana boyadı. Hətta deyirlər ki, mələk nazil olur, Cəbrail mələk nazil olur, Allahın müqərrəb mələk nazil olur. Deyir ki, dua ilə bu ümmət, bu tayfa əzaba düçar olsun. Peyğəmbərimiz deyir ki, bunlar bilmirlər. Bunlar elə qövmdür ki, bunlar bilmir. Yəni tanımırlar. Tanımırlar. Tanısalar etməzlər. Və buyurur ki, əgər nə vaxtsa onların nəslindən bir nəfər də olsa əgər iman gətirəcəksə, onlara mən əzab istəmirəm. Və Peyğəmbərimiz həyatına baxanda dünyasını dəyişənə qədər ən çox dediyi, hətta dünyasını dəyişdiyi ölüm yatağında belə ən çox dediyi sözlər ümməti olmuşdur. Yəni mənim ümmətim. Və bizim də siz dediyiniz kimi ümidimiz budur ki, ümməti üçün dua edəndə biz də o ümmətin sırasında olaq. İnşallah.